Salam dostlar, mən Niplex. Deməli bu gün nə edirik? Bu gün Bərdə vloqunun, yəni Bərdə vloqunun deməyək, Bərdə vloqu çəkdik. Bərdə vloqu çəkdik, bəli. Deməli, yoldakı epizodları təbii ki çəkəcəm sizin üçün. Amma ondan öncə bir günümüz var və bu bir günün indi saat neçədir ona baxım. 18:11. Saat 18:11-dir. Və mən hələ də bir maşında gözləyirəm, bir dərman var. Onu almalıyıq və oradan evə keçəcəyik. Düzünü desə biraz məhləni göstərəcəm sizə. Bir də yəni bir də sabah göstərəcəm sizə nə deyil. Çünki zibil gündəyim indi həqiqətən. Üçün dolu. Sonra zibilə keçəcəyik axırda. Neysə. Mən burada adamları gözləyirəm. Polatelim var. Və bizi bir yerə göndərirlər. Bu yer hardasa biz gedirik bir dərman filan almağa. Və mən də elə belə çəkdim ki, yenə də qalsın. Bu birinci günümüzdür. Birinci günümüzdə təbii ki, axşam olduğu üçün gedirik dərman almağa. Dərman alıb evə qayıdacaq. Və bəli, dərmanımızı aldıq, hər şeyimizi elədik. İndi isə bir qonaq yerinə gedirik. O qonaq yerində baxaq. Bəli, təbii ki. Buradan gedə-gedə sizə ətrafı çəkib göstərirəm ki, daha da aydınlıq və yaxşı bir şey əldə edeyim. Bu arada kanalımıza abunə olub, like atmağı unutmayın ki, belə videolarımız davam etsin. Və bir qədər sonra istədim ki, hər yeri çəkəm və sonra dedim ki, axşam olduğu üçün, təbii ki, burada söhbətlər gedir. Söhbətlər getdiyi üçün də, yəni buraları kəsmək məcburiyyətində qalıram. Və qırmızı işıqdan bitirib yollanırıq yenidən yolumuza. Və bəli, yolumuza çatdıq. Yolumuza yollarını göstərim. Bir kənd kimi idi, amma kənd deyil. Bu arada axşamdır, yağış da vurur. Və təbii ki, telefonum yaxşı olmadığı üçün çox da aktiv şeylər çəkə bilməyəcəm. Və bəli, gördüyünüz kimi. Və gəlib qapılarına çatdıq. Və sonra isə evimizə daxil oluruq. Və bəli, evimizdən çıxdıq və sizə bir yeri göstərmək istəyirəm. Bu da evin bostanıdır. Həm evi, həm də onun olduğu tək yer. Buradan gedirik təbii ki, amma sizə bunu göstərim. Bostan çox böyükdür. Və bəli dostlar, gördüyünüz kimi, yəni burada böyük bir bostandır və evi də sizə göstərdim. Bilmirəm, evi göstərdimmi yoxsa yox, ona baxarsınız. Bəli, təbii ki, işıqlandırmada göstərməli idim. Və bəli, qaranlıqda darvazanı açmam üçün videonu burada kəsdim. Və biz yolumuzla qaydırıq geriyə və biraz da yola buradan baxın. Və gördüyünüz kimi, yol çox dağınıqdır. Gördüyünüz kimi, belədir. Gələndə başqa yolla, gedəndə isə düz trasa çıxırıq. Təbii ki, burası biraz pisdir, amma yenə də yəni idarə edər. Bəli dostlar, artıq bu ikinci günü idi və son üçüncü günə keçək. Bəli, artıq ikinci gündəyik. Bu ikinci gündə harasa gedirik və babamcaya gedirik taksidə. Yolu sizə çəkməyə çalışıram. Təbii ki, qabaq işıqlıq olduğuna görə sizə çox da şey göstərə bilmirəm. Və bəli, gəlirik evə, Boykaya baxırıq. Boykada yanımızda bir uşaq var. Bu kimdir bilmirəm, amma yəni də qohumumdur. Boykaya Boyka öyrətməyə çalışıram. Bəli, burada evə qayıdırıq. Və təbii ki, yəni burada bir yerə girmişdik və sonra isə mən çox yorğun olduğum üçün üçüncü gündə görüşərik. Sağ olun. Başlı gün qohumumun ad günü idi, onu qeyd elədik. Və sonra isə düşdük yola. Təbii ki, yola düşdük də biraz oranı buranı göstərməyə çalışdım və yaxşı da görüntü əldə elədim. Mənzərə çox qəşəng idi və bunu sizlərlə bölüşdüm. Yolun bir qədər getdikdən sonra Rüveyrəqana gedirik və sonra isə kəndlərdə gedirdik. Buludlarda göstərməyə çalışdım, çünki ən çox buludlara önəm verilir. Və sonra isə evə gəldik və evə girəndə çox yorğun olduğumu hiss elədim.
Tək məqsədim yerimə gedib bu videonu montajlayıb atmaq idi və onu da elədim. Evə gəldim, dincəldim və bu videonu sizə hazırladım. Sağ olun.